Alo. Sumqayıtda 4 avtomobilin iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb. Belə ki, Ford markalı yük avtomobili Çanqal, Lada və Mazda markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində hər 4 avtomobilə ciddi ziyan dəyib. Hətta hadisə zamanı xəsarət alanın olduğu da bildirilir. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır. İtalyan çıxacaq, təmiz. Qabağa sür, qabağa getsin, o piyada dolanıyor.